bilirsiniz, orada belə bir məsələ var. Ümumiyyətlə bizlər nə qədər müasirləşsək də, hər şey nə qədər çox dəyişsə də, bizim beyinlərimiz o ilkin versiyasındadır. Yəni buna bəzən primitiv beyin deyirlər, bəzən türklərin çox qəşəng sözü var, ilkel beyin deyir türklər buna. Yəni o əslində ilkin çağlarda insan xifləti deyərdim, sözünüzü kəsməyim. Çünki mən də müşahidə eləmişəm. Nə olursa olsun, hansı təbəqədə, hansı yerdə olursansa ol, elə hisslər, elə reaksiyalar, elə emosiyalar var ki, insanlar sadəcə onu təkrarlayır. Heç özləri də bunu dərk etmədən. Çünki bu onların quruluşlarıdır. Bəli, zehnin formatıdır. Zehnin formatıdır. Baxın, dediyim kimi o ilkel beyin ki var, bizdə hamımızda ondandır. Bəli. Nə qədər inkişaf etsək də və o təhlükə siqnalı ki var. Məsələn, siz deyə bilərsiniz ki, mən gəldim, lap tutaq ki, dedim ki, sən pissən. Burada təhlükəli nə var ki, gəl söhbət eləyək, düzdür? Amma elə deyil. Zehnimiz hələ də bax o ilkel çağlar dedikdə orada yaşadığına görə kişilər həmin dövrlərdə nə ilə məşğul idi? Gedirdi ovçuluq, ay nə bilim, təhlükəli işlər, düzdür? Kişinin beynində indi yoxdur da, ceyran cüyür, ovlamaq, pələnglə, amma beyin yenə də bir şeylər tapır ki, orada bir stres, həyəcan tapır. Məsələn, mənim yoldaşım, mən kişiyəm, yoldaşım gəlir deyir ki, sənə sözüm var, bir tonla deyir, kişinin zehninə anında bir siqnal gedir ki, təhlükə var. Yəni sanki orada, baxın, hətta araşdırmaların birində mən belə bir cümlə oxumuşdum, deyir ki, sanki orada kişi zehni üçün qarşısında ha bir pələng var, ha o minnoş bir qadın var, heç bir fərqi yoxdur. Həmin anda zehin deyir ki, təhlükə var, reaksiya ver də, ya hücuma keç, ya qaç, ya don, bir şey et.